Əgər mənə sualınız yoxdursa, əl işarəsini aşağı salın, zəhmət olmasa. O zaman gəlin keçin yeni dərsimizə. Ekranı görür hər kəs. Bəli, görünür. Bəli, görünür. Görünür. Deməli, yoldaşlar, baxın, bizə vacib olan nüanslara yenə toxunacağıq. Əsas vacib olan məsələlər nələrdir burada bizdə? Burada təhsil məsələlərinin tipləri və növləri qeyd olunmuşdur. Bunlar hamısı sizə lazım deyil. Sadəcə ümumi təhsil müəssisəsi özü tipdir və onun da növləri var. Bircə bunu qeyd edəcəm, çünki müsahibədə bu ancaq soruşula bilər. Biz bilirik ki, burada 14 növ, 14-cü digər kimi qeyd edir. Digərlərini hesablasaz 13 orada növ var. Var ibtidai məktəblərimiz 4 illik, ümumorta məktəblərimiz 9 illik, tam orta məktəblər 11 illik məktəblərdir. Lisey, gimnaziya, burada istedadlı şagirdlər təhsil alır. Qəbul müsabiqə yolu ilə həyata keçirilir, yəni imtahanla. Fən müsabiqələrin, beynəlxalq olimpiadaların, müsabiqələrin hər hansısa bir yarışların qalibləri, onlar imtahansız, yəni müsabiqədən kənar birbaşa qəbul olunurlar. Var inteqrasiya təlimli ümumtəhsil məktəbi. Yoldaşlar, inteqrasiya sözünü görürsünüzsə, bilin ki, burada sağlamlıq imkanları məhdud və sağlam şagirdlər bir məktəbdə, amma ayrı-ayrı bölmələrdə təhsil alırlar. Yəni, məktəb birdir, siniflər ayrıdır. Sağlam və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün. Yəni, inteqrasiya o deməkdir ki, sağlamlıq imkanları məhdud olan şagirdlər sağlam şagirdlərə inteqrasiya olunurlar. Yəni, tənəffüsdə bir yerdə olurlar, sosiallaşırlar, məktəbdən kənar, sinifdən xaric tədbirlər olur ki, onlar bir yerdə olurlar həmin tədbirlərdə və s. Bu, inteqrasiya bu deməkdir. Var xüsusi ümumtəhsil məktəbləri. Xüsusi ümumtəhsil məktəbləri burada ancaq sağlamlıq imkanları məhdud olan şagirdlər təhsil alır və bu xüsusi ümumtəhsil məktəblərin təşkil olunması üçün mütləq 100 sağlamlıq imkanları məhdud olan şagird olmalıdır ki, bu məktəb təşkil olunsun. Var ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri. Yoldaşlar, harda internat tipli sözünü görürsünüzsə, bilin ki, bu məktəblər sutkalıq fəaliyyət göstərir. Yəni, burada uşaqlar məktəbdə gecə qalırlar və burada ayrı-ayrı kateqoriyalardan olan uşaqlar qəbul olunurlar. Yəni, az təminatlı ailənin övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, ondan sonra şəhid ailəsinin övladları ola bilər və s. kimi valideynləri pensiya yaşına çatmış olan onların övladları burada təhsil alırlar. Var internat tipli lisey, internat tipli gimnaziya. Bunlar da bildiyimiz lisey, gimnaziya kimidir. Sadəcə internat tipli sözü olduğu üçün onlar sutkalıq fəaliyyət göstərir. Yəni, bu uşaqlar gecə qalırlar burada və istedadlı bir şagirdlər burada təhsil alır və ayrı-ayrı kateqoriyalardan olan uşaqlar da qəbul oluna bilər. Baxın, görürsünüz, burada bir yerdə verir. Deyir ki, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi. İnteqrasiya, dedik ki, burada sağlamlıq imkanları məhdud olan şagirdlər, sağlam şagirdlərə inteqrasiya olunurlar. Yəni, bir məktəbdə təhsil alırlar, ayrı-ayrı bölmələrdə, yəni məktəb birdir, siniflər ayrıdır. Plus da internat tipli sözü var burada, görürsünüz əlavə. Yəni, həmin müəssisə sutkalıq fəaliyyət göstərir. Uşaqlar burada gecə qalırlar. Sonra gələk rəng seçək. Aha, var internat tipli xüsusi ümumtəhsil məktəbi. Bayaq burada xüsusi ümumtəhsil məktəbi qeyd etdik. Xüsusi ümumtəhsil məktəbi dedik ki, sağlamlıq imkanları məhdud olan şagirdlər burada təhsil alır. Burada da internat tipli olduğu üçün, bax, bu sutkalıq fəaliyyət göstərir. Yəni, bu uşaqlar burada gecə qalırlar. Amma adi xüsusi ümumtəhsil məktəbində səhər gəlirlər, günortadan sonra evinə gedirlər. Burada uşaqlar tam dövlət təminatlı olurlar. Niyə? Çünki internat tipli olduğu üçün sutkalıq fəaliyyət göstərir. Onların yeməyidir, qalmasıdır, geyimidir, müalicəsi üçün vəsait ayrılır, gedib gəlməsi üçün yol pulu ayrılır və s. Var internat tipli sanator ümumtəhsil məktəbi. Bax, internat tipli sözü varsa bildik ki, bu sutkalıq fəaliyyət göstərir. Sanator ümumtəhsil məktəbi, yəni həm sanatoriyadır, yəni həm müalicə alırlar, həm də ki, təhsil alırlar. Onlar poliklinikanın nəzdində təşkil olunur. Burada belə deyək də, sağlamlıq imkanları məhdud olan şagirdlər yox, sadəcə qan damar sistemində müəyyən problemləri olan, ondan sonra ola bilər ki, onlarda belə deyək də, nədir bu? Tuberkuloz. Azərbaycan dilində adı vərəm. Vərəm xəstəliyi olan uşaqlar ola bilər ki, burada təhsil alsın və s. Yəni, müəyyən bir
sağlamlıq imkanları məhdud yox, sağlamlığında müalicəsinə ehtiyacı olan uşaqlar burada təhsil alırlar. Digərlərinə ehtiyac yoxdur. Sizə vacib olan məsələləri burada qeyd edəcəm. Deyir ki, ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq ibtidai və ümumi orta təhsil məktəblərin az komplektli formada fəaliyyətinə də yol verilir. Yəni az komplektli məktəblər hansı məktəblərdir? Bunları bir dənə gəlin yadda saxlayaq. Az komplektli məktəblər o məktəblərdir ki, burada şagird sayı 100 nəfərdən az olur və burada siniflər, ibtidai siniflər komplekt formada fəaliyyət göstərir. Bu nə deməkdir? Baxın, gəlin sizə bunu yazılı təqdim edim ki, siz biləsiz bu nə deməkdir. Baxın, ibtidaidə deyir ki, burada siniflər kompleks formada fəaliyyət göstərir. Yəni, deyək ki, bizim birinci sinifimiz var. Birinci sinifdə 8 şagird var. İkinci sinifimiz var. İkinci sinifdə 9 şagird var. Üçüncü sinifimiz var. Üçüncü sinifdə 10 şagird var. Dördüncü sinifimizdə də 15 şagird var. 15. İndi baxın yoldaşlar, düzdür? Belə səliqəli yazmıram burada. Yazmaq olmur. Ona görə də bu formada yəqin ki, görüb başa düşə bilirsiniz. Bax, görürsünüz, şagird sıxlığı normaları var. Şagird sıxlığı normaları Nazirlər Kabinetinin qərarıdır. 212 nömrəli qərardır. 22 iyun 2020-ci il tarixli. Şagird sıxlığı normalarını sizə mən istəyirsinizsə indi elə göndərim. Ona baxarsınız, dediklərim orada qeyd olunur. Gəlin birinci izah edim, sonra göndərərəm. Baxın, o şagird sıxlığı normalarında qeyd olunub ki, o da sizə vacibdir. Ona elə indi keçəcəm sizə oradakı nüansları. Çünki onlar mütləq müsahibədə belə bir sual verilir. Deməli, deyir ki, hər hansısa bir sinifdə, bax, 4 sinifimiz var. Hansısa birində əgər şagird sayı 10 nəfərdən azdırsa, 10 demir ha, 10 nəfərdən az, o zaman bir sinif digər siniflə komplektləşdirilir. Yəni, bu ancaq ibtidaidə olur. Baxın, burada bizdə 8 şagird birinci sinifdə var, 9 şagird ikinci sinifdə var. Bax, burada 8 ilə 9 komplektləşir. Bax, bir sinif olur. Deməli, bizdə ibtidaidə neçə sinifimiz olur? 1 bu, 2, 3 sinifimiz olur cəmi. Görürsünüz, niyə? Çünki 1 ilə 2 komplektləşib və bununla bağlı əmr verilir məktəb direktoru tərəfindən. Deməli, deyəcəksiniz ki, müəllimə, burada dərs necə keçirilir? Baxın, 1 ilə 2 bir sinifdə oturur, 45 dəqiqə ərzində həmin ibtidai sinif müəllimi həm birinci sinifə dərs keçir, həm ikinci sinifə. Deyək ki, 20 dəqiqəsini ayırır birinci sinif üçün, ikinci sinifə ayırır 25 dəqiqəsini. Ya birisinə tapşırıq verir, ya birisinə izah verir. Bu formada çox çətindir belə çalışmaq, amma təəssüf ki, bu qaydalar belədir. Ya da ki, belə bir formada sizə bunu təqdim edim. İndi belə deyək, birini mən izah edim, son digərini sizdən soruşacağım. Deyək ki, birinci sinifdə 11 şagirdimiz var. İkinci sinifdə 9, üçüncü sinifdə 10, dördüncü sinifdə yenə 15. Burada hansı sinif hansı ilə komplektləşəcək? Görürsünüz, deyir ki, ondan aşağı olmalıdır şagird sayı ki, bu siniflərdən hər hansısa biri komplektləşsin. Belə bir sinifimiz varmı? Ondan aşağı olan. 15 birində, 11-də, 2-də 9-dur, burada 11-dir. Bax, buna paralel, bax, bir sinifimiz var ki, 9 şagirdimiz var. Buna paralel başqa sinif olmadığı üçün heç biri komplektləşmir. Aydın oldu mu? Buyurun. Deyin. Kim əl qaldırıbsa, mən sizi görmürəm. Deyin. Bəli. Mən idim, deyəcəkdim ki, komplektləşmir. Komplektləşmir. Və burada müəllimə tamamlandırır. Şagird sayı ondan aşağı olsa. Bəli. Burada indi ikinci sinifdə. Şagird sayı ikinci sinifdə 4 nəfər var, 10 nəfər olsa belə komplektə getmir. Şagird sayı ondan aşağı olsa, 9 olsa gedər. Bəli, bəli. Buna уже yenə paralel sinif yoxdur komplektləşmək üçün. Görürsünüz? Bəli. Ona görə heç biri burada komplektləşmədi. Aha, bu aydın oldu mu yoldaşlar? Burada qaranlıq qalan nə isə oldusa deyin mənə. Bəli, bir dənə sual vermək olar. Olar. Bəli, qanunda belə yazılmamışdı ki, 1 ilə 3-ü bir komplektləşdirirlər, 2 ilə 4-ü bir komplektləşdirirlər. Aha,
maraqlı bir sual verdiniz. Xeyr, elə bir şey yoxdur ki, imенно 1 ilə 3, 2 ilə 4 kompleksləşməlidir. Hər hansısa biri. İndi həmin qanunu sizə təqdim edim. Şagird sıxlığı normaları. Görüm o məndə. Çünki mən Türkan müəllimə, mən də onu deyəcəydim. Biz keçəndə oktyabr qrupunda biz elə öyrənmişik. 1 ilə 3, 2 ilə 4 Sadəcə mən onu kompleksləşir. izah edəndə 1 ilə 3 kompleksləşir, 2 ilə 4 o formada yəqin ki izahda demişəm. 212, bir dəqiqə 212 qeyd edim mən burada. Şagird sıxlığı normaları. Şagird sıxlığı. Şagird yazım, elə çıxacaq bir dəqiqə. Şagird sıxlığı. Baxın, 212 nömrəli qərar. Həmin qərarı sizə təqdim edirəm. 22 iyun 2020 212 nömrəli Nazirlər Kabinetinin qərarı. Elə bu qərarı mən göndərəcəm sizə, mütləq baxın yoldaşlar. Deyir ki, burada İbtidai təhsil səviyyəsində deyək ki, şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsində şagird sayı 10 nəfərdən az olan digər bir siniflə birləşdirilərək kompleks formada fəaliyyət göstərir. Və kompleks siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Yəni 18-dən çox olmamalıdır bir yerdə birləşəndə say. 18-dən çox olmamalıdır. Bu məsələni yadda saxlayın. Burada imенно demir ki, 1 ilə 3-ü kompleksləşdir və yaxud da ki, 2 ilə 4-ü. Bir də bu şagird sıxlığı normalarında nələri bilməlisiniz, onu da qeyd edim mən sizə, yoldaşlar. Deyir ki, burada şagird sayı belə normalda götürəndə 20 nəfərdən az olmamaqla təşkil olunur. Yəni, deyir ki, sinifdə 20 şagird olmalıdır ki, sinif kimi fəaliyyət göstərsin. Amma məktəblərimiz var, 20 şagird yoxdur, 15-dir, 10-dur. 12-dir və yaxud 9-dur. Elə misal üçün məktəblər var. Bax, ibtidaidə dedik ki, siniflər kompleksləşdi. Bir şagirdimiz var 4-cü sinifdə. 3-cü sinifdə misal üçün 8 şagird var. 4 ilə 3 kompleksləşdi. İndi bu 4-cü sinif gələn il 5-ci sinif olacaq. Düzdür? 5-ci sinifdə bir şagirdimiz olur. Baxmayaraq ki, bir şagird var 5-ci sinifdə. O yenə də bir sinif kimi fəaliyyət göstərir. Bax, belə bir məktəbdə mən əvvəlki illərdə çalışmışam. Ona görə bunların hamısını sizə praktiki olaraq qeyd edirəm. Yəni, 20-dən az olarsa deyir, bax, dediyimi burada deyir. Dövlət Ümumi Təhsil Müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir. Bax, bayaq dediyim kimi. Bir nəfər olsa da bir sinif kimi fəaliyyət göstərir. İndi Ucqar kənd məktəblərində elə siniflərimiz var, 9 illik məktəblərdir. 5, 6, 7, 8, 9-a qədər davam edir. Amma bir şagird, 2 şagird olsa da onlar kompleksləşmir 5-dən yuxarı və bir şagird, 2 şagirdlə də sinif kimi fəaliyyət göstərir. İndi burada bax, digər məsələ. Bax, bunu da deyim sizə, bu dediklərimi siz də qeyd edin. Çünki bunlar müsahibədə belə bir suallar verilir, yoldaşlar. Aha. Bax, burada belə bir məsələ var. Bunu da qeyd edək. Aha, 30. Bax, biz bilirik ki, paralel sinifin təşkil olunması üçün, misal üçün, deyək ki, 9-cu sinifimiz var. 9-cu sinifdə 9A-da var, 9B-də var, deyək ki. 9A-da 15 şagird var, 9B-də 16. Görürsünüz, birləşdirəndə 31 olur. 31 olanda A ilə B olur. Yəni, normalda 30 uşaq varsa, 31 sinifdə oturacaq. Bir sinif kimi fəaliyyət göstərəcək. 31-ci şagird gəldi mi, artıq 9A, 9B sinifimiz olacaq. Birində 15, birində 16. Deyək ki, 9-cu sinifi bitirdikdən sonra bu şagirdlərin biri getdi. Tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəmədi. Artıq bizim hər iki sinifimizdə 15-15'dir. Ya da ki, birində 14'dür, birində 16'dır. Cəmi 30'dur. Görürsünüz? 10-cu sinifdə bu 30 şagird bir sinif kimi 10-cu sinif kimi fəaliyyət göstərəcək. Yəni 10A, 10B ucu olmayacaq. Burada bir məsələ var. Deyir ki, burada bir ziddiyyat var. Mən bunu həmişə dərsdə də deyirəm. Deyir ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, bax, və ya nə deməkdir? Əslində belədir ki, deyir ki, bax, sinif otağının ölçüsü imkan vermirsə, şagird sayı 30'a qədər heç çatmayıb. Amma sinif otağı balacadır, 28 şagird var, 27 şagird var. Orada da əslində paralel sinif təşkil olunmalıdır. Niyə? Çünki burada və ya deyir. Və desə bu buna aid olasıdır. Və ya olduğu üçün bunlar ayrı-ayrı anlayışlardır. İzah edə bildimmi mən nə demək istəyirəm, yoldaşlar?
Biraz xırda qeyd olunduğu üçün burada yəqin ki, yaxşı görə bilmirsiniz. Göndərəcəm bu materialı. Əslində Sultan mən Hanım, bunu göndereceksiniz bize. Bu materialı bize göndereceksiniz. göndərəcəm. Məndə bu PDF kimi də olmalıdır. Sadəcə tez tapım deyə buradan qeyd etdim. Şagird Biz 1 ilə 4-cü sinifi birləşdirə bilərik. 1 ilə 4-ü təbii ki, bilirik. Yenə də azdırsa, ondan azdırsa 1-də də, 4-də də onlar komplekt formada fəaliyyət göstərəcək. Bax, bu şagird sıxlığı normaları mütləq oxuyun ha, yoldaşlar. Belə bir suallar müsahibədə düşür ki, deyir ki, misal üçün 31 şagird varsa burada paralel sinif olurmu? Olur. 31-dirsə 30-dan çox olmalıdır. Deməli, bizdə paralel sinif olacaq. Bayaqdan bu müəllimə yığır. Bir dəqiqə. Müəllimə, Mən bəs dərsdəyəm, 30 müəllimə. Dərsdəyəm, müəllimə. Adboy verirəm, yığırsınız. Müəllimə, dərsdəyəm. Oldu müəllimə, sonra danışaq. Hə, bəli. Bəli, müəllimə, buyurun. bəs bir sinifdə 38 şagird varsa, Bəli. bu sinif 2-yə bölünməli deyilmi? Yəni AB olaraq 2 sinif olmalı deyilmi? Bəli. Bəs müəllimə, necə olur ki, məsəl üçün Bakı məktəblərində çox tez rast gəlirəm də, Bəli. 38, 36 şagird sayı olur, amma birlikdə, yəni bir Bəli. sinif Elə kimi bu fəaliyyət dediyim- göstərir həmin sinif. Elə dediyim bu dəqiqə ki, bu və ya var ha, və ya. Gördünüz bu və yanı? Bu və yanı əsas Bəli. götürürlər. Orada maliyyə məsələsi var və s. Bizdə də elə misal üçün Zaqatalada elə məktəblər var ki, baxırsan 40 şagird var, amma bir sinifdə fəaliyyət göstərir. Yəni paralel təşkil olunmur. Bir də müəllimə, Sinif otağı Yəqin- böyükdür. Ona görə deyir ki, imkan verir sinif otağı, ona görə təşkil olunur. Bu məsələ. Amma və ya bir də müəllimə, bu il bəli. rastlaşmış olarsınız ki, 10-cu siniflərdə 5 nəfərdən az olanda şagird sayı. Bəli. Onları qonşu məktəblərinə, yəni Bəli. göndərdilər qonşu məktəblərə, 10-cu sinifləri bağladılar. Bəli, onu etdilər bu ildən təhsil qanunu əsaslandırıb. Niyə deyir ki, bu az komplektli məktəblər bunlar 9 illik məktəblər kimi əsas götürürlər və ona görə də onları tam orta təhsil səviyyəsini təşkil etməyib, yəni sinifi bağlayıb onları göndərdilər digər məktəblərə. Bəli. Aydın oldu mu? Davam edeyimmi yoldaşlar? Zülfiyə müəllimə, bir sual da Bəli. vermək olarmı? Bəli. Bu 30 nəfərlik yer verirlər. Bunu sonradan, yəni məsələn oktyabrda tutaq ki, yenidən açmaq mümkündürmü ki, 31-ci şagirdə sinifdə yer var, yoxsa bu ilin axırına qədər də belə gedir? Bəli. İndi onun izahını verirəm. Kakrasdakı dinləyin, deyirəm indi. Deməli, dedik ki, 30-dan çoxdursa, 31-ci şagird gəldisə paralel sinif təşkil olunur. İndi burada bir məsələ var. Elə müəllimənin dediyi. Bax, dedim bayaq ki, 9A-da bizdə 15 idi, 9B-də 16 idi. 10-cu sinifdə bir şagird getdiyi üçün 30 oldu. Bunlar birləşdi. 10-cu sinifdə, düzdür? 10-cu sinifdə burada deyir ki, 3 şagird misal üçün 3 şagird gəldi, 3 şagird getdi məsələsi var. Bax, burada deyir bu 6-cı daha doğrusu maddədə, daha doğrusu 6-cı punktda göstərir ki, tədris ilin birinci yarısında hər hansısa bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çoxalırsa, 3 nəfərdən azalırsa, yəni 3 nəfərdən çox azaldıqda, iləcə artdıqda, o zaman deyir ya say həddinə birləşdirilir, ya paralel təşkil olunur. Bu nə deməkdir? Gəlin bunu praktik olaraq deyim ki, başa düşəsiniz. Bax, 10-cu sinifdə hal-hazırda bizdə belədir. 30 şagirdimiz var idi. Dedik ki, 3 şagird gəlsə, əslində bu paralel təşkil olunmalıydı. 10-cu sinif üçün də, yəni 11-ci sinif üçün daha doğrusu. 10-cu sinif birləşdi. 11-ci sinif üçün 3 şagird gəldisə, o əslində bölünməli idi. İndi bizə dedilər ki, yox. Ancaq ibtidai təhsil səviyyəsi üzrə, ümumi ya da tam orta təhsil səviyyəsi üzrə biz bunu edə bilərik. Amma yenə maliyyə məsələsi, bəzi maliyyə məsələlərlə bağlı ziddiyyət olur. Sadəcə bunu müsahibə üçün yadda saxlayın. Deyək ki, 30 şagirdimiz var, misal üçün 7-ci sinifdir. Deyək ki, burada 7-ci sinifdə 3 nəfərdən çox şagird gəldisə, 3 nəfərdən azaldısa birləşdirilir, çoxaldısa, daha doğrusu əlavə şagird gəldisə, o paralel sinif təşkil olunur. Yəni sinif bağlandı mı? 3 nəfər gəlməlidir ki, o paralel olsun. Ya da ki, nabarot, şagird sayı çoxdursa, yox, eləcə nabarotda, şagird sayı azaldısa, təbii ki, orada bağlanacaq. Ya birləşəcək, ya bağlanacaq. Yəni, bu məsələdir. Aydın oldu mu? Ya birləşəcək, ya da ki, paralel sinif təşkil olunacaq demək istəyirəm. Aydın oldu mu bu məsələ? Yəni, 3 şagird gəldi, 3 şagird getdi məsələsi var.
Aydındırsa əgər hər kəsə like qeyd edin, deyilsə yenidən izah edin. 30 olmasın. Məsələn, tutaq ki, 28 şagirdi var müəllimə. Bəli. Sonradan oktyabrdan götürə bilərmi əlavə bir şagird ki, məsələn, yerin sayını daha çox versin? Xeyr, Dilarə müəllimə, oktyabr ayında bizim ümumi bir hesabat var da, ümumi məktəb 1. Oşla deyirik ona, ümumi məktəb 1. O təsdiq olunduqdan sonra sentyabrın 15-i vəziyyətinə təsdiq olunur. Ondan sonra o sistem ki bağlanır ha. Gələn şagirdlər уже yeni gəlmiş kimi hesab olunurlar və o yeni gələn şagirdlər üçün biz əlavə sinif açmırıq. Açmağa icazə verilmir. Aydındırmı? Bir də bu təsdiq nə vaxta gedirsə, gələn sentyabra qədər? Bəli, gələn sentyabra qədər. Əslində burada deyir, ikinci yarım ildə ya birləşdirilir, ya da ki paralel təşkil olunur deyir. Deyir də burada. Yəni 3 nəfərdən çoxaldıqda, 3 nəfərdən azaldıqda o zaman ya birləşdirilir, ya paralel təşkil olunur. Bu həmin məsələni deyir burada, amma normalda maliyyə məsələləri var burada, icazə verilmir. Bu məsələ. Digər, tədris ilin birinci yarısında sinifdə şagirdlərin sayının azalması burada sinifin 2 qrupa bölünməsində məhdudiyyət yaratmır. Bəli, bunu elə bu qaydada da edirlər. Tutaq ki, 20 şagirdlə biz bölünməni edirik sinifdə. Amma belə deyək, şagird sayı azalıbsa da o bölünmə məhdudiyyəti yaranmır həmin tədris ili üçün. Amma gələn tədris ilində təbii ki, o birləşəcək. Bir də ki, təmayül siniflər. Bax, təmayül siniflərdə belədir ki, minimum 15 olur, maksimum 20 şagird olur. Minimum 15, maksimum 20. Bu nə deməkdir? Deyək ki, təmayül sinifi üçün 15 nəfər müraciət edib, maksimal 20 ola bilər. Misal üçün, ola bilər ki, 25 valideyn ərizə ilə müraciət edib və bir də attestatla təbii ki. 25 nəfər, 25-i də valideyn deyir ki, mənim övladım humanitar istiqamət üzrə təmayül sinifində təhsil alsın. Mən məktəb direktoru olaraq 25 nəfəri axı qəbul edə bilmirəm. O zaman mən nə etməliyəm? Belə bir halda mən həmin uşaqların, şagirdlərin ya attestat balına görə, ya bir test imtahanı təşkil edə bilərəm onlar üçün. Yəni, bunu özüm qərar verirəm. Və onların arasından, yəni 25 nəfərin arasından seçim edirəm. Seçim edirəm ki, kimlər daha yaxşı bal toplayıb, daha yaxşı oxuyursa, onların arasından 20 nəfəri seçəcəm. Yox, 30 nəfər müraciət edibsə, 15-15 paralel təşkil edəcəm. Və yaxud da ki, 15 texniki təmayülü sinif, 15 təbiət təmayülü sinif. Bu formada, yəni minimum 15, maksimum 20 kimi bunu yadda saxlayın. Burada deyir ki, təmayül sinifində şagird sayının azalması, yəni tədris ilinin sonuna qədər bu sinifin bağlanmasına məhdudiyyət yaratmır. Amma belə qeyd edim ki, bu təmayül siniflər üzrə tədris planında qeyd olunub ki, hətta gələn ildə, yəni 11-ci sinifdə də həmin sinif fəaliyyətini davam etdirir. Yəni nə demək istəyirəm? Tutaq ki, 15 şagirdlə bir təmayül sinifimiz açılıb, hansısa texniki, təbiət, humanitar fərqi yoxdur. 15 şagirdlə. Artıq may ayına, aprel ayına bizdə şagird sayı 5 oldu. Deyək ki, sinifdə. Yenə də bu sinif fəaliyyətini davam etdirir. Gələn il 11-ci sinifdə də o 5 şagirdlə həmin təmayül sinifi fəaliyyətini davam etdirəcək. Sualınız olanda yoldaşlar, əl qaldırın. Çünki yerdən danışsaq, burada müəllim sayı çoxdur. Əl işarəsindən əgər istifadə etmirsinizsə salın, mən bilim. Kim idi? Buyurun. Mən idim Zülfiyə müəllimə, Humay müəllimə də sizi narahat edir. Zülfiyə müəllimə, bu deyirlər 1200 nəfərlik yerə, mən çünki o məktəblərdə işləyirəm hal-hazırda. Bayaq müəllimə dedi Bakı məktəbləri. Məsələn, 1300 nəfərlik biz məktəb olaraq 4700 nəfər şagirdlə çalışırıq. Bəli. İndi o sinifin mən heç vaxt ölçüsünü bilməmişəm də. Deməli, o 1300 nəfər yerlik o deməkdir ki, şagird sıxdır da, yəni normativlər pozulub. Düzdürmü? 1200 şagirdlik məktəbdirsə, indi mən sizin sinif otaqlarının ölçüsünü bilmirəm də. Hər belə deyək də, sinif otağının ölçüsü qeyd olunur. O ölçüləri necə bilmək olar müəllimə? Onu bilmək istəyirəm. Ölçüləri biz necə veririk? İlk dəfə bu ölçüləri bizdən tələb edilən zaman katibə mənə yaxınlaşdı ki, müəllimə, bəs sinif otağının ölçülərini tələb edirlər. Onu nə qeyd edim, necə qeyd edim də. İndi biz, misal üçün, təxmini ölçdük. Misal üçün, adi otaq. Misal üçün, evdə otağımız 4-ün 5-ədirsə... Otağın sahəsi ölçülür da burada. 4-ü 5-ə vururuq, deyirik ki, 20 kvadratdır, misal üçün, bizim spalnya, ili hansısa otaq, misal üçün də. O sinif otaqlarını o formada ölçdük, biz orada qeyd etdik. O sinif otağın ölçüsü sayını da biraz düzəltmək olur, dəyişmək olur.
Amma onu o UTIS baza ümumi rayon üzrə, Bakı şəhər üzrə indi sizdə təhsil idarəsində olacaq həmin şəxs ki, ondan xahiş edib o sistemdə bir şagird, iki şagird üçün yer etmək olur. Vso, keçəkmi, davam edəkmi? Əlavə suallar olanda mənə belə deyək də, əlavə sizin məktəblə bağlı hər hansısa suallarınız olsa 7-24 mənə WhatsApp-a yaza da bilərsiniz. Hər birinizin sualınızı cavablandıracağam. Sadəcə dərs vaxtı əlavə məktəblə bağlı məsələləri mənə deməyin. Çünki bizim konkret proqramımız var. Bir dərsə çatdırmalıyıq. Yaxşımı yoldaşlar? Müəllimə bir sual da vermək olarmı? Bu dərslə bağlıdırsa bəli, yoxsa sonra mənə WhatsApp-a yazın. Kompleks sinifləri yaratmaq məcburidirmi? Kompleks siniflər məcburidir, bəli. Əgər bir sinifdə deyək ki, ibtidaide birinci sinifdə 3-dürsə, ikinci sinifdə misal üçün 5-dirsə və yaxud üçüncü sinifdə 4-dürsə, komplektləşəcək təbii ki. Komplektləşməsək olmaz, komplektləşdirməsək olmaz. Bəli, aydındırmı? Belə, indi təmayüz sinifdə də belə bir məsələ var. Tutaq ki, deyək ki, Əli adında şagirdimiz var və Əli adında şagird humanitar təmayüllü sinifə qəbul olunub. Noyabra qədər bu humanitar təmayüllü sinifdə təhsil aldı. Sonra valideyni gəlib deyir ki, Zülfiyyə xanım, bəs biz istiqaməti dəyişdik təbiət fənləri üzrə. Oğlum tibb universitetinə qəbul olmaq istəyir. Xahiş edirəm təmayülünü dəyişin. Belə bir halda oktyabr, noyabr ayıdır, dekabr ayıdır olar. Mən onun təmayülünü dəyişirəm. Niyə? Çünki onun biliyi qiymətləndirilməyib. Təmayül istiqamətini dəyişə bilirik və dəyişirik. Yox, fevral ayında artıq ikinci yarım il başlayıb. Birinci yarım ilin sonunda mənə müraciət edir. Biliyi qiymətləndirildikdən sonra müraciət edir ki, bəs övladım humanitardan təbiətə keçsin. Mən onu təbii ki, keçirə bilmərəm. Çünki artıq onun biliyi qiymətləndirilib və mən onu ancaq adi bir sinifə keçirə bilirəm. Aydın oldu mu yoldaşlar? Bax, bu məsələləri özünüzdə qeyd edin, yadda saxlayın. Mən sizə göndərdim, elə bu şagird sıxlığı normalarını e-qanundan göndərdim. Oradan onu çap edib oxuyarsınız. Belə material PDF kimi də olmalıdır məndə. Baxacam, onu da göndərə bilərəm. Aha, bu ucqar kənd yerlərini bildik. Hansı ki, az komplektli məktəblər bildik hansılardır. Şagird sayı 100 nəfərdən az olan məktəblərdir. Burada ibtidai siniflər dedik ki, komplekt formada fəaliyyət göstərir. Bunları bildik. Təmayül siniflərlə də bağlı məlumat verdim. 30-dan çox şagird sayı, yəni 31 olmalıdır ki, paralel siniflərimiz olsun. Digər məsələ, 3 şagird çoxaldısa, paralel sinif təşkil olunur. 3 şagird azaldısa komplektləşir. Bu belə deyək də tədris prosesi başladı. İkinci yarım ildə baş verən bir prosesdir bu. 3 şagird azaldı, çoxaldı məsələsi. Bunu yadda saxlayın. O mütləq onu bilməlisiniz. İndi gələk keçəyin digər məsələlərə. Bu arada sualınız varsa kimsə bir sual təqdim edin. Mən indi baxım görüm əlavə sizə nəyi qeyd edəcəm. Əslində mən bu proqramı burada sıxlaşdırıb bunu lazım olmayan nələr ki var onları buradan çıxara bilərəm. Bəzi yoldaşlar olur ki, təhsil qanunu tam oxumaq istəyirlər. Oxuya bilərlər. Heç bir problem deyil. Yəni daha da faydalıdır. Ümumiyyətlə biz bilirik ki, bütün məktəblər təhsil mərkəzləşdirilmiş informasiya sisteminə qoşulmalıdır. Bu mərkəzləşdirilmiş informasiya sistemi ümumilikdə bu ana sistemdir də, onun adıdır. Bu bizim UTIS-dir. Ondan sonra şagird məzundur. Elə hamısı bu təhsil mərkəzləşdirilmiş informasiya sisteminə daxildir. Yəni bizdə məktəbdə şagirddir, üzr istəyirəm, şagird məzundur, bir də ki UTIS-dir, ümumi təhsil informasiya sistemi ona deyirik. Və biz bilirik ki, hər bir məktəbdə psixoloji xidmət təşkil olunur. Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq bu proses həyata keçirilir. Məktəbimizdə ali təhsilli psixoloq tərəfindən bu proses həyata keçirilir. Psixoloq ştatın müəyyən edilməsini də deyim, siz qeyd edin. 1000 şagirdə qədər şagird sayı olan məktəblərdə bir psixoloq ştatı müəyyən edilir. 1000-3000 aralığında şagird sayı olan məktəblərdə 2 psixoloq ştatı müəyyən olunur. 3000-dən çox şagird sayı olan məktəblərdə 3 psixoloq ştatı müəyyən edilir. Yəni 7000, 8000, 10000 şagird olan məktəblərimiz var. Orada da yenə eyni qaydada 3 psixoloq ştatı müəyyən olunur. Ondan çox olmur yoldaşlar. Sonra psixoloji xidmət haqqında biz danışacağıq, yəni növbəti müsahibə dərslərimizdə və s. o haqda da biz sizinlə danışacağıq. Hələ ki bu qədər kifayətdir yoldaşlar.
Təsisçi haqqında da danışmayacağıq, çünki bu lisenziyalaşdırma, akreditasiya bunlar bununla bağlı müsahibədə ümumiyyətlə suallar verilmir. Təhsilin pillələri və səviyyələri bu ən primitiv bir məsələlərdir. Ümumiyyətlə təhsilin 5 pilləsi var, biz bilirik və məktəbəqədər təhsilin səviyyəsi yoxdur. Ondan sonra orta ixtisas onun səviyyəsi yoxdur. Baxın, məktəbəqədər bu pillədir. Məktəbə qədər bildiyimiz uşaqlar ki, bağçaya gedir, bax o məktəbə qədər təhsil hesab olunur. Ümumi təhsil bu bizim ikinci pilləmizdir. Onun da 3 səviyyəsi var. İbtidai təhsil dedik ki, birinci səviyyədir. Ümumi orta təhsil ikinci səviyyədir. Tam orta təhsil üçüncü səviyyədir. Yoldaşlar, məktəbə hazırlıq qrupu var ha. Məktəbə hazırlıq qrupu nə pillə deyil, nə səviyyə deyil. O sadəcə mərhələdir. Çünki məktəbə hazırlıq o qrupdur. Məktəbə hazırlıqda təhsil alanlar onlar uşaqlardır. Şagird olur 1-ci, 11-ci siniflərdə. Məktəbə hazırlıq dedik ki, qrupdur. Baxın, 59 nömrəli 1996-cı il tarixli Nazirlər Kabinetinin qərarını keçəcəyik biz sizinlə. Ştatlarla bağlı olan bir qərardır. Ştatlar sinif komplektlərinə görə müəyyən edilir və bura ştatlar müəyyən edilən zaman məktəbə hazırlıq qrupları bu sinif komplektlərinə daxil edilmir. Çünki məktəbə hazırlıq bu sinif deyil, bu sadəcə qrupdur. Deməli, məktəbə qədər dedik ki, birinci pilləmizdir. Ümumi təhsil ikinci pillədir, yadda saxlayın. İbtidai, ümorta, bir də tam orta ümumi təhsilin səviyyələridir. Üçüncü pilləmiz bizim peşə təhsilidir. Onun da 3 səviyyəsi var. İlk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili. Orta ixtisas təhsili dedik ki, pillədir. Onun səviyyələri yoxdur. Bunların açıqlamasını verməyəcəm, çünki onlar da düşmür. Ali təhsil bizim 5-ci pilləmizdir. Onun da 3 səviyyəsi var. Bakalavriat, əsas baza, ali tip təhsili, magistratura, rezidentura, doktorantura, adjunktura. Bunların açıqlaması və s. onlar sizə orada tələb olunmur. Ona görə də bu qədəri kifayətdir. Aha. Bu peşə təhsili ilə bağlı sənədin varsa, sənədin olacaq. Bununla bağlı mən alidə müəllimə bunu keçmişdim sizə. Yadınızda qalıbmı? Sənədin varsa sənədin olacaq. Hansı ki, qeyri-formal qaydada, formal qaydada kimlər ki müəyyən bir peşəyə yiyələniblər, onlar sənəd ala bilirlər. O haqdadır. Ona da ehtiyac yoxdur. Onlar heç ümumiyyətlə düşmür. Aha, məktəbə qədər təhsil. Baxın yoldaşlar, yadda saxlayın. Məktəbə qədər təhsil 1-6 yaşı əhatə edir. Bax, məktəbə qədər bağçalardır da. 1 yaşdan məktəbə qədər təhsil müəssisələrinə qəbul prosesi həyata keçirilir və orada qruplar var da. Körpələr evi, uşaq bağçası var, körpələr evi ayrı, var uşaq bağçası ayrı. Körpələr evi uşaq bağçasıdırsa, körpələr orada 1-3 yaşı əhatə edir. Həmin qruplarda olurlar. Bir də yuxarı yaş qrupları olur. Hansı ki 3-6 yaşı əhatə edən, yəni məktəbə qədər təhsil 1-6 yaşı əhatə edir. Deyir ki, 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. 5 yaşlı uşaqlar üçün. Məktəbə hazırlıq zəruri nə deməkdir? Yəni, məsləhətlidir ki, 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq həyata keçirilsin. Amma təhsilin inkişafı üzrə dövlət strategiyasını biz sizinlə keçəcəyik. Hansı ki, 2013-24 oktyabr 13 nömrəli Cənab Prezidentin sərəncamı ilə təsdiq edilmişdir. Bu strategiyanı biz keçəcəyik. Sizinlə qısaca orada da əsas vacib olan məsələləri orada qeyd olunub ki, məktəbə hazırlıq artıq gələcək üçündür. Yəni, əslində bu yaxın illər üçün gözlənilir ki, məktəbə hazırlıq məcburi olacaq, yəni icbari olacaq. Amma hələ ki deyir ki, zəruridir, yəni məsləhətlidir ki, məktəbə hazırlığa uşaqları valideynlər göndərsinlər. Hansı ki, valideynlər var, məktəbə hazırlıq qruplarına övladını göndərmirlər və yaxud məktəbə qədər təhsil müəssisələrinə, bağçalara göndərmirlər. Onlar üçün səriştəli valideynlər proqramı təşkil olunur. Həmin proqram vasitəsilə onlar təhsil proqramlarının ailədə öyrədilməsini, həyata keçirilməsini tətbiq edə bilərlər. Belə deyək. Bax, bu maarifləndirmə tədbirləri burada qeyd olunan səriştəli valideynlər proqramı burada nəzərdə tutulur. Ümumi təhsillə bağlı burada deyir ki, ümumi təhsil müəssisələrində şagirdlərə elmin ümumi əsasları öyrədilir. Zəruri bilik, bacarıq
vərdişlərinin aşılanması, onların həyata və əmək fəaliyyətinə hazırlanması təmin olunur. Yəni ümumi təhsil müəssisələrində bizim çalışdığımız məktəblərdə fənlər vasitəsilə elmlərin ümumi əsasları öyrədilir. Məsəl üçün şagirdlərə fizika keçirilir, coğrafiya, biologiya, kimya, ədəbiyyat, Azərbaycan dili, yəni hər bir elmin ümumi əsasları, yəni əsas vacib olan, onlar üçün faydalı olan məsələlər məktəblərdə öyrədilir, belə deyək. Zəruri bilik, vacib olan biliklər, bacarıqlar, vərdişlər aşılanır və təbii ki, biz şagirdləri həyata və əmək fəaliyyətinə hazırlayırıq. Sonra burada baxın, bayaq dediyimiz məktəbə hazırlıq dedik ki, mərhələdir, ibtidai səviyyə, ümumi orta təhsil səviyyə, tam orta təhsil səviyyələr əhatə olunur. Ümumi təhsil sistemində təhsil alanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdən kənar təhsil proqramları tətbiq olunur. Bax, məktəbdə deyir, şagirdlərin idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün məktəbdən kənar təhsil proqramları həyata keçirilir. Məktəbdən kənar təhsil proqramlar, baxın, bunlar məktəbdə həyata keçirilən dərnəklərdir. Yəni, dərnəklər idman və uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün təşkil olunur. Biz bilirik, bunlar məktəbdən kənar təhsil proqramlar dedikdə bu dərnəklər nəzərdə tutulur. Aha, gəldik qızıl-gümüş nişanlara. Bunlarla bağlı geniş sizə məlumat veriləcək. Yenə qısaca burada qeyd olunub, sizə bunu deyim. Deyir ki, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. Nə deməkdir? Baxın, hansı nailiyyətlərlə başa vuran məzunlardır? Tutaq ki, beynəlxalq olimpiadaların, beynəlxalq yarışların, fən müsabiqələrin, LMO, sonra deyək ki, RFO, Respublika Fən Olimpiyadası, LMO, yəni Lütfüzadə adına məntiq olimpiyadası, fən müsabiqələri və s. mikrofonları bağlayın, zəhmət olmasa. Hər hansısa bir müsabiqənin qalibləri, bax, birinci məsələ nədir? Müsabiqə qalibi olması. Onlar ya qızıl, ya gümüş nişanla təltif olunurlar. İndi gəlin ayıraq. Kimlər qızıl, kimlər gümüş nişanla təltif olunurlar? Baxın, yoldaşlar, qızıl gümüşlə təltif olunmaq üçün bayaq dediyimiz hər hansısa bir müsabiqənin qalibi olmalıdır həmin şagird və burada digər kriteriyalar var. Deyir ki, ümumi orta təhsil səviyyəsi üzrə müvəffəqiyyət faizi 75% və daha yüksək. Bu nə deməkdir? Ümumi orta təhsil səviyyəsi üzrə, yəni 5-9-un qiymətləridir. Müvəffəqiyyət faizi nə deməkdir? 4-5 qiymətləri. 4-5 qiymətləri ümumi orta təhsil səviyyəsi üzrə, yəni 5-dən 9-a qədər onun 4-5 qiymətləri ümumi toplanılır, bölünür sayına, vurulur 100-ə, 75% və daha yüksəkdirsə, bu okey. İkinci məsələ, tam orta təhsil səviyyəsi üzrə müvəffəqiyyət faizi 75% və daha yüksək. Aha, 10-11-in qiymətləri yenə eyni qaydada 4-5 qiymətləri toplanılır, bölünür sayına, vurulur 100-ə, yenə də 75% və daha yüksəkdirsə, bu da okey. İllik qiymətlər, yəni 11-in sonuncu illik qiymətləri əgər hamısı 5-dirsə, həmin şagird qızıl nişanla təltif olunur. Plus da bayaq dediyimiz nailiyyətləri olmalıdır. Hər hansısa müsabiqənin, olimpiyadanın və s. qalibi olmalıdır. Qızıl nişanı bildik. Gəldik gümüş nişana. Kimlər gümüş nişanla təltif olunurlar? Yenə də eyni qaydada ümumi orta təhsil səviyyəsi üzrə, yəni 5-9-un qiymətləri, yenə də müvəffəqiyyət faizi 75% və daha yüksək. Bayaq dediyimiz topladıq, böldük sayına, vurduq 100-ə. Bu okeydirsə, tam orta təhsil səviyyəsi də eyni qaydada 75% və daha yüksəkdirsə müvəffəqiyyət faizi, bu da okey. İllik qiymətlərə gəldik. Fərq bir dənə buradadır. İllik qiymətlərində deyir, 2 dənə 4-ü ola bilər. 2 4-ü ola bilər, amma Azərbaycan dili və riyaziyyat istisna olmaqla. Misal üçün kimyadan 4-ü var, İngilis dilindən 4-ü var. Problem yoxdur. Gümüş nişan veriləcək. Amma Azərbaycan dili ilə riyaziyyatdan 4-dürsə, o zaman ona gümüş nişan düşmür. Yəni fizika olsun, kimya olsun, biologiya olsun, misal üçün İngilis dili olsun, Rus dili olsun, hər hansısa bir fən ola bilər. Onlar gümüş nişanla təltif olunacaqlar. Aydın oldu mu? Kimə aydın olmadı?
Bunları özünüzdə qeyd edin. İnşallah ki, onları da biz çatdıracağıq, keçəcəyik sizinlə. Yoldaşlar, qısaca bunları qeyd edim. İbtidai təhsilin məqsədi nədir? Ümumi ortanın, tam ortanın məqsədi nədir deyə sual verilə bilər. Düzdür. Belə bir sual verilməyib. Sadəcə mən biraz narahat qalıram ki, test mərhələsini tam yığışdırdılar. Müsahibədə də belə deyək də düzdür. Müsahibə çox çətin desəm sizi qorxuzmuyum. Yəni elə bir ki, daha da genişləndiriblər. Konstitusiyadan sual verməyə başlayıblar. O qədər bilirlər ki, müəllimlər belə deyək də peşəkar təlimçilər yanında hazırlaşırlar və s. Biraz da daha geniş mi sual verirlər, daha mı çətinləşdiriblər. Belə bir məsələlər var. Konstitusiyadan da biz əsas maddələr nələr ki lazımdır, onları keçəcəyik sizinlə. Ona görə bu məqsədləri də istəyirəm deyim sizə. Baxın, ibtidai təhsilin özünün məqsədi var. Ortanın özünün məqsədi var. Tam ortanın da öz məqsədi var. İbtidai təhsilin məqsədi nədir? Bax, mən ibtidai sinif müəllimiyəm. Bax, mənim ibtidai sinif müəllimi olaraq mənim nə məqsədim var? Bax, uşaq gəlir məktəbə, 1-ci sinifə. 1-ci sinifdən 4-cü sinifə qədər mənim bir sinif müəllimi olaraq məqsədim var. Uşaqları mən oxumağa öyrədirəm, düzdür? Yazmağı öyrədirəm, hesablamağı öyrədirəm. Vətənpərvərlik, Azərbaycan xalqın dəyərləri, dövlət rəmzlərimizə hörmət hissi aşılayıram. Deyirəm ki, uşaqlar, bax, bu bizim dövlət rəmzlərimizdir, bu bizim bayrağımızdır, himnimizdir, gerbimizdir. Biz ona hörmətlə yanaşmalıyıq. Mən onlara bunları aşılayıram. İbtidaidə primitiv bir şeylərdir. Uşaqları oxumağı öyrədirəm, vurmağı, toplamağı, hesablamağı öyrədirəm, düzdür, yazmağı öyrədirəm. İnsan haqqında, cəmiyyət haqqında, təbiət haqqında məlumat verirəm. Sadə əmək vərdişləri, əmək haqqında məlumat verirəm. Mənim valideynimin peşəsi, bu həkimdir, bu mühəndisdir, bu müəllimdir. Onlar haqqında məlumat, sadə primitiv bir şeylər görürsünüz. Məntiqi təfəkkürün elementləri, bax, informatika dərsində uşaqlara nə keçirilir ibtidaidə? Bu deyək ki, PowerPoint-da şəkil çəkməyi öyrədirik. Klaviatura, mouse nədir? Prosesor nədir? Sistem bloku. Ondan sonra monitor nədir? Algoritm nədir? Primitiv bir şeylər keçirik, düzdür? Və bədii estetik digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. Bax, yadda saxlamaq çox asandır. İbtidai təhsilin məqsədi nə oldu? Ən primitiv, sadə bir şeylər şagirdlərə öyrədirik. Bunları mən sizə qeyd etdim. Bunları bu formada yadda saxlaya bilərsiniz. İbtidai təhsil 6 yaşdan başlayır da, aydın bir məsələdir. 5 yaşlılar, onlar məktəbə hazırlıq qruplarına cəlb olunurlar. 6 yaşı tamam olan uşaq artıq 1-ci sinifə qəbul olunur. Amma yadda saxlayın, 6 yaşı varsa 1-ci sinifə qəbul olunur. Ola bilər, hər hansı problemi olub 1-ci sinifə gəlməyib, 7 yaşdan gəldi. Bəli, 7 yaşdan da 1-ci sinifə qəbul var. 8 yaş, bax bu il 2025-26-cı tədris ilidir. Valideyn müraciət edib ki, övladımı, deyək ki, indi təbii ki, portaldan qeydiyyatdan keçir. İndi bu da əsas məsələdir. Amma yenə 8 yaşı varsa, bax, bu il uşaq məktəbə qəbul olunur. Amma 8 yaşdan sonra o fərdi təhsilə cəlb olunur. Bunu yadda saxlayın. İbtidainin məqsədini danışdıq. Sadə, primitiv, nələr ki var, onlar ibtidaidə öyrədilir. Ümumi orta təhsil... Bəli. Üzr istəyirəm. Çox üzr istəyirəm, sizin sözünüzü bölürəm. Əgər uşaq 6 yaşında məktəbə gəlirsə, ana təkid edir ki, mən hazırlıq sinifi istəyirəm, gətirə bilməmişəm 5 yaşında. Bunu qəbul edə bilərik? Xeyr. Onun 6 yaşı varsa, valideyn deyirsə, yox, mənim övladımı məktəbə hazırlıq qrupuna götür. Xeyr, götürə bilməzsiniz. O 6 yaşı varsa, müraciət nə vaxt ki etdi, misal üçün 6 yaşı var, o 1-ci sinifə, 7 yaşı varsa da 1-ə, 8 yaşı varsa da 1-ə, 5 yaşı varsa o məktəbə hazırlıq qrupuna. Valideyn var, deyir 5 yaşı var, amma 1-ci sinifə qəbul et. Xeyr, əvvəlki illərdə olurdu. Bax, 2000 deyək ki, 10-cu, 2008-ci, 2011-də bu məsələlər olurdu. Amma indi konkret məktəbə qəbul Edu.az sayt vasitəsilə bunlar həyata keçirilir. Sistem vasitəsilə biz bunu edə bilmərik. Aha, aydın oldu müəllimə? Bəli, müəllimə, təşəkkür edirəm, minnətdaram. İbtidainin məqsədini bildik, onu yadda saxladıq, gələn dərsdə soruşacağım. Ümumi ortanın məqsədi nədir? Bax, 5-9-a qədər. Bax, 5-9-da uşaqlara nələr öyrədilir? Bax, ümumi ortanın məqsədidir bu. Təhsil alanlarda nitq, yazı, ünsiyyət mədəniyyəti formalaşdırılır. Sağlam həyat tərzi. Bax, uşaqlara biz burada narkomaniyaya yox deyək,
belə deyək də reproduktiv sağlamlıq və s. bu haqqda biz onlara məlumat verdik. Yəni zərərli vərdişlərdən uzaq durmaq lazımdır və s. Bu ümumi bu proses həyata keçirilir. Dövlətimizdir, dövlətçiliyimizdir, bizim Azərbaycan xalqının dəyərləri, ümumbəşəri dəyərlər. Bax burada artıq sədaqət ruhunda biz onları tərbiyə edirik. İnsanlara, onların azadlıqlarına hörmətlə yanaşmasıdır. Məntiqi təfəkkürün inkişafıdır. İKT-dən deyir, istifadə edə bilirlər. Bax 5-9-da oxuyan uşaqlar İKT-dən normal qaydada istifadə edə bilirlər. Hə, bilirlər ki, filan saytdan, filan yerdən filan informasiyanı əldə edim və yaxud da ki, Bilbacar müsabiqəsi müəyyən bir layihələrdir və s. orada iştirak edə bilirlər. Artıq bilirlər ki, filan saytdan, filan platformadan deyək ki, lazım olan informasiyanı əldə edə bilərlər deyə. Oyunlar oynayırlar müəyyən bir. Artıq belə deyək də İKT-dən istifadə edə bilirlər. Sonra bax deyir ki, baş verən hadisələri dəyərləndirə bilirlər. Öz gələcək həyat yolunu seçə bilirlər. Baxın, 5-9-dadır da, bu 5-9-cu sinifdə artıq şagirdlər bilirlər ki, bax mən böyüyəndə kim olmaq istəyirəm. 10-cu sinifdə, yəni tam orta təhsil səviyyəsində şagird desə ki, hə mən həkim olmaq istəyirəm, 10-cu sinifdən başlasın, hazırlaşsın. Təbii ki, o çatdırmaz. O ən azından 7-8-ci sinifdən heç olmasa başlamalıdır ki, tibb üzrə hazırlaşmağa ki, qəbul oluna bilsin. Düzdür, öz gələcək həyat yolunu seçə bilir. Deyir ki, burada müstəqil öyrənmə, qərar qəbul etmə, peşə seçimi başlayır. Əmək fəaliyyətinə hazırlıq başlayır. Bax 9-u bitirdi, məktəbi bitirdi. Belə deyək də 9-u bitirdi, məktəbdən çıxdı. Artıq onun ümumi təhsil haqqında atistatı da var. Məcbur deyil ki, o tam orta təhsil səviyyəsinə təhsil alsın. Yəni 10-11-də təhsil almasa da olar, məcburiyyət yoxdur. Çünki icbari hesab olunan ümumi orta təhsildir. Hə, 9-u bitirəndən sonra onun 15 yaşı olur, düzdür? 15-18 yaş aralığında indi əmək məcəlləsindən keçəcəyik biz. İşçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Valideynin yazılı razılığı olarsa təbii ki. Bax burada deyir ki, əmək fəaliyyətinə hazırlıq da başlayır. Yəni 9-u bitirdi, artıq gedib müəyyən bir işlə məşğul ola bilər, işçi ola bilər yəni. Ümumi orta təhsil icbaridir, biz bilirik. Yəni 9 illik təhsil icbaridir, məcburidir. Əgər valideyn öz övladını icbari hesab olunan ümumi orta təhsildən yayındırarsa, bu zaman İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi var. Burada fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 5000 manat cərimə olunurlar. Biz bunlar haqda, yəni şagirdlər təhsildən yayınırsa, nə etmək lazımdır? Hər hansı şagird dərsə gəlmir, nə etmək lazımdır? Bunlar haqda biz sizinlə digər müsahibə qrupumuzda danışacağıq. Aha, burada bir maraqlı nüans da var, yoldaşlar. Bunları da deyim. Deyir ki, xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsil alanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Bu nə deməkdir? Bax, A məktəbi, deyək ki, 70 nömrəli məktəb. Bu 70 nömrəli məktəbin ərazisindəki, yəni onun yaxınlığında yaşayan uşaqlar ilk növbədə onlar qəbul olunmalıdır. Əgər məktəbdə sinif otaqlarının ölçüsü imkan verirsə, yer varsa, digər uzaqda olan ərazilərdəki uşaqlar da qəbul oluna bilərlər. Bu o deməkdir. Amma xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisnadır. Niyə? Çünki burada liseylər, gimnaziyalar nəzərdə tutulur. Bu o deməkdir ki, lisey, gimnaziya dedik ki, qəbul burada müsabiqə yolu iladır. Yəni, Zaqatalada yaşayan bir şagird imtahanda iştirak edərək, müsabiqədə iştirak edərək liseyə, Şəkidə olan liseyə qəbul oluna bilər, Bakıda olan liseyə qəbul oluna bilər və s. Burada onun yaşadığı ərazi nəzərdə tutulmur. Bir də ki, uşaqların qəbulu, sinifdən sinifə keçirmə, yer dəyişmə qaydaları 2014-1-3 Təhsil Nazirliyinin belə bir əmri var. Biz onu sizinlə ayrıca keçəcəyik. Deyir ki, burada müvafiq qurum tərəfindən müəyyən edilir. Yəni, burada Təhsil Nazirliyi nəzərdə tutulub. Belə yoldaşlar, gələn dərsdə Allah qoysa, tam orta təhsil səviyyəsinin məqsədini də deyim, az da unudurdum. Onu da deyim, yekunlaşdıraq. Gələn dərsdə Allah qoysa təhsil qanunu biz sizinlə yekunlaşdıracağıq. Baxın, ibtidainin məqsədini danışdıq, ümumi ortanı da danışdıq sizinlə, yadda saxladınız yəqin ki, təkrar etməyim. Tam ortanın məqsədi nədir? Deyir ki, tam orta təhsil səviyyəsində artıq istedad və qabiliyyət reallaşır. Bu nə deməkdir? Artıq tam orta təhsil səviyyəsində biz bilirik ki, siniflər
təmayüllər həyata keçirilir, təmayül sinifləri təşkil olunur və yaxud təmayül olmadan adi siniflərimiz fəaliyyət göstərir. Yəni istedadlı və qabiliyyətli şagirdlərimiz artıq təmayül siniflərində təhsil alırlar. Artıq onlar müstəqil həyata hazırlaşırlar. Artıq onlar gələcək öz yolunu bilirlər. Belə deyək də öz gələcək həyat yolunu seçirlər. Sonra fəal vətəndaş mövqeyi, rəqabət qabiliyyətli formalaşır. Artıq biz bayaq demişdik ki, ümumi təhsil səviyyəsində ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə edirdik. Amma burada artıq tolerant münasibət formalaşır bizim dəyərlərimizə. Artıq bayaq ümortada dedik ki, biz İKT-dən istifadə edə bilirlər. Yəni bilirlər hansı oyunlara necə daxil olsunlar, oynasınlar, müsabiqələrdə necə iştirak etsinlər bilirlər. Amma tam orta təhsil səviyyəsində deyir, sərbəst və İKT-dən sərbəst və səmərəli istifadə edirlər. Yəni artıq şagird bilir ki, kompüter oyun oynamaqdan ötürü deyil, telefon oyun oynamaqdan ötürü deyil, bir məlumat əldə etməkdən ötürüdür, səmərəli istifadə edir, lazımi qaydada istifadə edir. Görürsüz, bu tam ortanın məqsədidir. Artıq onlar dünya görüşünə yiyələnirlər və burada açar sözümüz bizim əsas xarici dillərdən birində yaxud bir neçəsində ünsiyyət saxlaması təmin olunur. Belə yoldaşlar, burada təmayüllə bağlı məsələ verilib. Təmayüldə biz bilirik ki, humanitar, texniki, təbiət və s. təşkil olunur. Var humanitar, texniki qarışıq, texniki, təbiət qarışıq, təmayül sinifləri və s. Minimum 15, maksimum 20 şagird olur dedik. Tədris ili ərzində əgər şagird sayı azaldısa, onun fəaliyyəti davam etdirilir, hətta gələn ildə davam etdirilir. Bu haqda bayaq da sizə məlumat verdim mən. Bir də ki, atestatlar haqqında biz sizinlə gələn dərsdə yox, ümumiyyətlə bu haqda danışacağıq. Bir var adi atestat yaşıl, fərqlənmə qırmızı atestatdır. Bir də var xüsusi nümunəli atestat. Bayaq mən sizə dedim, qızıl, gümüş nişanla təltif olunma haqqında danışdım. Kimlər ki, qızıl nişanla təltif olunublar, onlara qızılı rəngdə atestat verilir, yəni xüsusi nümunəli. Kimlər ki, gümüş nişanla təltif olunublar, onlara gümüşü rəngdə atestat verilir, yəni o da xüsusi nümunəli hesab olunur. Yoldaşlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsili o haqda biz danışmayacağıq, onlar sizə lazım deyil və belə gələn dərsə biz sizinlə alaqaysa bunu yekunlaşdıracağıq.